Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin sədrliyi ilə fəaliyyət göstərən əmək sahəsində standartlaşdırma üzrə Texniki Komitənin fəaliyyət planına uyğun olaraq əmək sahəsi üzrə 57 milli standart hazırlanaraq Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən dövlət standartı kimi təsdiq edilib. Beynəlxalq Əmək Təşkilatının əməyin təhlükəsizliyi və gigiyenası haqqında 155 nömrəli konvensiyasının tələblərinə uyğun hazırlanan standartlardan 10-u fərdi mühafizə vasitələrinə, 28-i əməyin mühafizəsi üzrə təlimatlara, 11-i əməyin mühafizəsi üzrə tələblərə, 8-i istehsalat mühitinin amilləri və fərdi mühafizə vasitələri üzrə sınaq prosedurlarına dair tələbləri əhatə edir. Qeyd etdiyim kimi, Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən dövlət standartı kimi təsdiqlənən bu standartların 10-u işçilərin fərdi mühafizə vasitələrinə aiddir. Təsdiq edilmiş bu standartlar başın qorunması, gözlərin qorunması, tənəffüs yollarının qorunması, eşitmə aparatının qorunması, əllərin qorunması, ayaqların qorunması, qoruyucu kəmərlər və təhlükəsizlik kəndirləri sahələrini əhatə edir. Fərdi mühafizə vasitələrinə dair standartların tətbiqi, işçilərin təhlükəsizliyini təmin etmək, riskləri minimuma endirmək, işçilərin daha təhlükəsiz şəraitdə çalışması, sənaye sahələrində beynəlxalq tələblərə uyğun əmək təhlükəsizliyinin təmin edilməsi, həmçinin fərdi mühafizə vasitələrinin keyfiyyətli və etibarlı artırılması məqsədini daşıyır. Qeyd etmək istərdim ki, sağlam və təhlükəsiz iş mühitinin yaradılması üçün hər bir təşkilat və hər bir fərd bu standartlara uyğun fəaliyyət göstərməlidir.